Onlara deyildikdə ki, gəlin Allahın nazil etdiyinə və Rəsula, elçiyə tərəf Deyirlər ki, bizim Peyğəmbərlə heç bir problemimiz yoxdur. Problem, Peyğəmbər də bizi kimi bəşərdir, deyir, gülür, qəzəblənir. Heç bir problemimiz yoxdur Peyğəmbərlə. Biz elə bilirsiniz, Peyğəmbərin dərəcəsini aşağı salırıq. Yox. Rəsiz bir şeydir, sayılmayacaq o. Sənin yanına gəlib deyəcəklər, bəli, bizim bundan başqa məqsədimiz yox idi. Yox, Allah Taala Peyğəmbərin vəzifəsini 3-cü o ayədə deyir, onu da endirir. Bəli, elə həmin məsələdir. Peyğəmbərsiz istəyirlər, nəyisə çatdırsınlar. Peyğəmbərsiz bu günləri din, Peyğəmbərsiz dini çatdırmaq Allah yanında. Allah mütəallı dəfələrlə bu məsələyə toxunub. Bəzən görsən ki, Allah deyir, ancaq biz təqvalılardan qəbul edirik. Allahın salamı, rəhməti və bərəkəti sizin üzərinizdə olsun, dəyərli Quran sevərlər. Bu günləri də ənənəmizə sadiq qalaraq yeni mövzumuzu dəyərli qardaşım, dostum, din xadimi Samir Əzizovla birlikdə müzakirə edəcəyik. Mövzumuz odur ki, Allah Taala yalnız Qurana tərəf gəlməyi əmr edib, yoxsa başqa bir şeylər də var. Bugün Nisa surəsinin 61-63-cü ayələri haqqında danışıb, ayələri müzakirə etməyə çalışacağıq. Əvvəlcən istəyərdim ki, icazənizlə o ayələri oxuyub, tərcümə edim ki, dəyərli izləyicilər də bilsinlər, məsələ nədən gedir. Nisa surəsinin 61-ci ayəsində oxuyuruq. Və izə qilə ləhum təaləv ilə mə ənzəlallahu və ilər rəsul. Onlara deyildikdə ki, gəlin Allahın nazil etdiyinə və Rəsula, elçiyə tərəf. Rəəytəl münafiqinə yasuddunə ənkə sududa. Görərsən ki, münafiqlər səndən tam şəkildə üz çevirərlər. 62-ci ayədə oxuyuruq. Fəkeyfə İzə əsabəthum musibətun bimə qəddəmət əydihim. Bəs necə olacaq o zaman ki, əlləri ilə etdikləri əməllərə görə başlarına bir müsibət gəldikdə thumma ca'uka yahlifuna billah in aradna illa ihsanan və tevfiqa. Və sonra da sənin yanına gəlib Allaha and içdikdə ki, yox, biz ancaq yaxşılıq etmək və tövfiq etmək niyyətindəydik. Tövfiq yəni bir uyğunluq yaratmaq, ara düzəltmək məqsədimiz var idi. Ancaq istəyirdik yaxşılıq edək və uyğunlaşmaq yaradaq. Ulaikəl-ləzīnə ya'lemullahu ma fi qulubihim. Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Fə'a'rid anhum. Onlardan üz çevir. Va'idhum. Onlara moizə et, öyüd ver, nəsihət ver. Və qulləhum fi ənfusihim qavlən bəliğa. Və onlara özlərinə dair bəliğ bir sözdür. Bəliğ də burada fərqli mənalarda var. Yəni onlara nüfuz edəcək, onlara üstün gələcək və hətta deyiblər ki, əməllərinin nəticələrini bildirəcək bir sözdür. İndi müqəddimə üçün Samir müəllimə yəni söz haqqı tanıyırıq. Buyurun. Mən də öz növbəmdə əziz ustad Fərid müəllimə öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Həmçinin bizləri izləyən əziz Quran sevərləri salamlayıram və Fərid müəllimin toxunduğu ayələrə baxış keçirməyə izləyiciləri dəvət edirəm. Deməli, Fərid müəllim çox maraqlı 3 ayəyə toxundu. Ayədə buyurur ki: "Və izə qilə ləhum ta'aləv ilə mə ənzəlallah və ilə rəsul rəeytəl münafiqinə yəsuddunə ankəs sududa." Onlara Allahın nazil etdiyinə və Peyğəmbərə doğru gəlin deyildikdə, görərsən ki, münafiqlər sənin dəvətinin qəbulundan şiddətlə üz döndərirlər. Yəni, səndən üz çevirirlər. Birinci maraqlı nöqtə buradadır ki,
ayədə demir ki, Allahdan üz döndərirlər. Deyir ki, və ya Allahın nazil etdiyindən üz döndərirlər. Bəli. Allahın nazil etdiklərinə iman gətirdiklərini deyirlər, amma ayədə buyurur ki, yəsuddun ənkə, səndən üz çevirirlər. Burası önəmlidir. Allah mütəal burada Allahla Peyğəmbərin arasını ayırmağı münafiqlik əlaməti kimi çatdırır. Ki, Allahla Peyğəmbərin arasını ayırsın, bu olacaq münafiqlik. İndi diqqət eləyək bir məsələyə ki, bu günləri cəmiyyətdə məsələ necədir? Bu günləri cəmiyyətdə bir nəzəri deizm var, bir praktiki deizm var. Nəzəri deizm hardasa dinləri, peyğəmbərli anlayışlarını qəbul eləmir. Və onun din daxili baxmır, din xarici baxır və deyir ki, zaten mən dinləri qəbul eləmirəm. Peyğəmbər Allah bilənəm, Allahın varlığını qəbul edirəm. Peyğəmbər anlayışına qəbul eləmir. Amma burada Allah bir incə məsələyə toxunub. Deyir ki, hətta din daxili deistlər də var. Din daxili deizm də var. Yəni o din daxili deizmə toxunub ki, din daxili deizmdə biraz nəzəri məsələyə yanaşılmır. Biraz praktik olaraq məsuliyyətdən qaçma məsələsi var ki, insanlar istəmirlər məsuliyyətlə yüklənsinlər, onları mükəlləf olsunlar, istəyirlər ondan qaçsın. Və yaxud bir də görsən ki, biz hərdən onu müzakirə elədiyimiz zaman deyirik ki, əlçatan din, insanların işlərini asanlaşdırmaq, çətinliklə, belə deyək də, getməsinlər çətinliyə. Maraqlı burada bir ifadə var. Ayədə təaləv deyir. Təaləv. Təaləv sözü yuxarı gəlməyə dəvətdir. Ali kimi. Ali. Ucal. Ucal. Allah Peyğəmbəri səni ucalmağa dəvət edir. Bu ucalma zamanı sən müəyyən çətinliklərlə üzləşməlisən, müəyyən sınaqlardan keçməlisən, sən elə hər şeyi rahat şəkildə sənə verilməməlidir. Sən o müşkülləri adlamalısan ki, ucalasan. Belədən sənə verməzlər. Görürsən bir nəfər marafon qaçışına qaçır. Heç kəsə gəlib evdə səhərini açdıqdan yatdığına görə gəlib ona yüngül atletikada gətirib demirlər ki, sən marafonun qalibisən. O zəhmət çəkməlidir, əziyyət çəkməlidir və bu günləri Allahın Rəsulu sənə bir yol göstərir ki, özü elə bir yuxarıda durub, bir əlin uzadıb ki, sən təaləv, gəl. Sən əli verməzsən, ucalmazsan, amma sən neyinirsən? Sən ona səthi yanaşırsan, onun dəvətlərindən çəkinirsən və deyir, nədir? Yüksəliş və üstünlük baxımından ki, təaləvdir, ondan sən üz çevirirsən. Bir növ, burada sən Peyğəmbər, sən onlar üçün bir maniyəsən. Maniyəsən və sən onlara o maniyənin qarşısını alırsan deyə Peyğəmbər buna məsələyə bu cür yanaşır. Mən istəyirəm ondan sonraki ayədə toxunum. Buyurun. İnşallah. Yəni, sual 1. Nə üçün deyildi ki, Allahın nazil etdiyinə və sənə? Bəli. Niyə? Elə deyilərdi ki, Allahın nazil etdiyinə tərəf gəlin. Deməli, Allah Teala bir qərinə yaratdı. Yan-yana yanaşı etdi. Allah Rəsuluna tərəf gəlmək, eyni ilə Allahın nazil etdiyinə tərəf gəlməkdir. Allahın Rəsulundan üz çevirmək, əslində Allahın nazil etdiyinə üz çevirməkdir. Yəni, biz Quran ayələrində də görürük ki, məgər müşriklər Allahı qəbul etmirdilər? Əlbəttə ki, Allahı qəbul edirdilər, özlərinə uyğun. Amma Peyğəmbərə dəli deyirdilər, nəuzubillah, şair deyirdilər, cin vurmuş deyirdilər və onların problemi Peyğəmbərlə idi. Necə biz gördük ki, müsəlman olan cəmiyyətdə Peyğəmbərlə nə qədər düz gəlməyən müsəlmanlar oldu. Qəbul edirdilər, namaz qılırdılar, oruç tuturdular, amma Peyğəmbər onları hansısa işlərdə, neyəsə dəvət edəndə ağız büzürdülər, ya cihada dəvət edəndə deyirdilər, hava istidir, ya gəlirlər ədəbdən, ərkandan uzaq bir şey deyirlər. Yəni, Allahın nazil etdiyi ilə deyildi problemləri, Peyğəmbər ilə bağlı idi. Və Allah Teala da burada çox təhlükəli qırmızı xəttlərin altın çizdi ki, görərsən münafiqlər bunu edir. Yəni, Peyğəmbərə bir işarə etdi ki, bunu edən münafiqdir.
Səndən üz çevirən Allah Rəsulu lazım deyil. Allahın nazil etdiyi var, filan var. Mən özümü Rəsul kimi Quranın üzərində səlahiyyət sahibi hiss edirəm. Quran, Allah bu barədə çox təhlükəli söz deyib. Münafiqlərin görərsən səndən tam şəkildə üz çevirdiyini. O da bizim kimi bir bəşər idi. Amma bunu ustad nə ilə assosiasiya eləyirlər? Deyirlər ki, bizim peyğəmbərlə heç bir problemimiz yoxdur. Problem peyğəmbər də bizi kimi bəşərdir, deyir, gülür, qəzəblənir. Heç bir problemimiz yoxdur peyğəmbərlə. Biz elə bilirsiniz peyğəmbərin dərəcəsini aşağı salırıq. Yox, qətiyyən əsla biz dərəcəsini aşağı salmırıq. Ki, siz çox gözəl məsələyə vurğuladınız. Əgər icazə verirsiniz, əlbəttə ikinci ayə keçidir. Deməli, buyurur ki, فَكَيْفَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَاءُوكَ يَحْلِفُونَ بِاللَّهِ إِنْ أَرَدْنَا إِلَّا إِحْسَانًا وَتَوْفِيقًا. Əvvəllər gördüyü işlərə görə onlara bir müsibət və çətinlik üz verdikdə, sənin sorağına gəlirlər. Getdilər, başları daşa dəydi. Getdilər tağut yanına, getdilər nəfsi uydular, elədilər. Yenə də hara gəldilər Samir müəllim? Yenə də Peyğəmbərin gəldilər, başa düşdülər, o zərurəti hiss elədilər, Peyğəmbər zərurətini hiss elədilər və bilirsiniz nə deyir? Peyğəmbərə gəlib deyirlər, həmin sözü deyirlər. Deyirlər ki, yaxşılıq və razılıqdan başqa bizim sizlə elə bir məsələmiz yoxdur. Ya sən yenə də bizim üçün yaxşısan. Yəni məsələ problem yenə də Allah burada göstərir ki, problem peyğəmbərdə deyil. Problem o şəxslərdədir. Sadəcə onlar o məsələdə, o məqamda görüblər, vəziyyəti görüblər və indi də gəlib üz tutublar peyğəmbərə. Peyğəmbərin məqamını bir növ Allah bir daha çatdırıb. Mən icazə verirsiniz, burada nəsə qeyd edəcək məqamlar var. Orada deyir ki, bizim məqsəd and içərlər deyir Allaha. Allah and içmək sözünü boş-boşuna istifadə etməyib. Yəni nə qədər zəruridir ki, deyir and içərlər və deyərlər ki, bizim məqsədimiz ihsan və tövfiqdən başqa bir şey deyildir. Əlbəttə biz əslində heç ihsan və tövfiq də deyil ha. Münafiqdirsə, münafiqin gəlib bu sözləri deməyi artıq ona şübhə ilə yanaşmağa səbəb olur. Peyğəmbər olmadan edilən hər bir ihsan, yaxşılıq və tövfiq, uyğunluq yaratmaq Allah deyir ki, boş, səmərəsiz bir şeydir. Sayılmayacaq o. Sənin yanına gəlib deyəcəklər, bəli, bizim bundan başqa məqsədimiz yox idi. Yox, Allah Taala Peyğəmbərin vəzifəsini 3-cü o ayədə deyir, onu da deyir. Nəsə əlavəniz də varsa, buyurun. Bəli, elə həmin məsələdir. Peyğəmbərsiz istəyirlər, nəyisə çatdırsınlar. Peyğəmbərsiz bu günləri din, peyğəmbərsiz dini çatdırmaq Allah yanında. Allah mütəallı dəfələrlə bu məsələyə toxunub. Bəzən görsən ki, Allah deyir, ancaq biz təqvalılardan qəbul edirik. Quran-ı Kərimin ayəsinə əsasən təqvanın şərti nədir? Təqvanı yerə Allah qaytarır Peyğəmbərə, itaətə. İndi məsələnin başqa bir ayə, elə bunun davamında olan ayə. Ayədə deyir ki, "Ulaikellezine ya'lemullah ma fi qulubihim fa'rid anhum va'izhum və qul lahum fi anfusihim qawlan baligha." Allah onların qəlblərindəkilərini onlar qəlblərindəkini Allah bilən kəslərdir. Yəni Allah bilir onların qəlblərindəki nələr var. Amma Allah deyirmi? Demir onların qəlblərində nə var. Demir. Çox incə bir əxlaqi nüansdır. Allah demir. Peyğəmbərə də bildirmir ha, nədir? Amma maraqlı bir söz nədir? Deyir onlardan üz döndər. Onlara öyüd ver. Və qullahum fi anfusihim qawlan baligha. Onlara qəlblərinə yatan, onların belə deyək də işin aqibəti ilə nə ilə nəticələndirəcəyini bilən, bildirən məqamlar ona de, o sözlərləndir. Qawlan baligha. Deyirmi hansı sözü deyir? Yox. Peyğəmbərin öhdəsini burax. Səlahiyyət verir ona. Qolu Rasulullah gəldimi? Rasulullahın sözü gəldimi ki, Allah deyir ki, Peyğəmbər
sənin ixtiyarına buraxmışam o sözü sən de. Hansı sözü deyim? Və dediyinin də arxasında mən varam. Dediyin arxasında mən durmuşam. Ancaq hansı sözü demir. Bəli. Və çox incə məsələdir, çox incə məsələdir və bu səlahiyyəti mən sənə vermişəm. Bu bayaqları incə məqam və bu ayələri tamamladığımız zaman görürük ki, Peyğəmbər, sən böyük bir şəxsiyyətsən. O sənin şəxsiyyətin Allah tərəfindən dəstəklənir. Münafiqlərin qəlblərində olanları da biz gözəl bilirik. Sən nə qədər istəsən, onları gizlədə bilməzsən. Biz lap gözəl bilirik. Onlar öz mənfəətləri uğrunda çalışan adamlardır. Bunları yaxşı bilirik. Və gəlir axırda buyurur ki, Peyğəmbər onlara nəsihət et. Onlara yetərli sözü bildir. Bu kontekstdə baxdığımız zaman Peyğəmbər daha ali bir şəxsiyyət kimi təqdim olunur. Nəinki bir xəbər gətirən şəxs kimi. Bax, fikir verin, biz Peyğəmbər şəxsiyyəti barəsində deyirdik ki, Nəbi ayrıdır, Rəsul ayrıdır. Amma bu ayədə məhz Rəsulluq kontekstində gəlib. Rəsulluq kontekstində deyib ki, sənin sözün. Nəinki qavlun Nəbi yox. Qavlu Rasulullah. Rəsulullahın sözü. Yəni Rəsulullah, amma biz deyirdik ki, Rəsulullah sözü deyirlər ancaq Quranda və Quranda gələn ayələrlə kifayətlənib Rəsulullah da. Amma burada Quranda işarədir, amma bildirilməyən sözdür. Bax, bu önəmlidir. Qavlun Nəbiyi biz çatdırırıq üsul baxımından ki, bəli, ümumi baxımdan Peyğəmbərin sözü. Amma burada Rəsulullah kontekstində Peyğəmbərin həm şəxsiyyəti ucaldılır, nəinki Peyğəmbər, sən elə bir şəxssən ki, məsələn deyək də, ancaq sən məndən alanı vəhy eləyirsən, sənin elə bir üstünlüyün yoxdur, yox. Burada görürsən ki, Peyğəmbər şəxsiyyətinin önəmi və Peyğəmbər sözünün önəmi bir daha vurğulanmış olur. Burada münafiqlər o kəslərdir ki, onlar özlərini əslində müsəlman kimi göstərirlər. Yəni, başqa bir müşriklər deyirlər və ya İslamdan kənar deyil, maraqlıdır. Və burada demir onlarla mücadilə elə, mübahisə elə, onlara fiziki təsir elə, onlara üz çevir onlardan. Çox maraqlı. Və biz də üz çevir. Yəni, bu təkcə Quranın ruhiyyəsi ilə az-çox tanış olan Peyğəmbərin üz çevirməsi çox, yəni, təhlükəli bir məsələdir də. Yəni, bu insanın axirət məsələlərinə də nə qədər təsir göstərər. Əgər o kəs ki, qəbul edir ki, Peyğəmbərin həm dünya üzərində bir hakimliyi var, həm axirət üzərində hakimliyi var, aman, 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 aman. Bu Allah Rəsulunun insandan üz çevirməsi o deməkdir ki, bu insan nə dünya, nə axirətdə heç müsəlmanların zümrəsində deyil. Allaha həqiqətən bu təhlükədən pənah aparmaq lazımdır. Buyurun, nəsə? Sözün əsl mənasında çox incə bir məsələdir və maraqlı bir məsələdir. Hərdən belə bir zümrə ilə qarşılaşılır. Qarşılaşdığı zaman da mübahisə metodunu əsas götürürük, mübahisə metodu ilə o insanlarla danışmaq istəyirik, o insanlar oponent kimi qəbul olunur və onlarla bu temada danışmaq istəyir. Amma Quran-Kərim maraqlı yanaşır məsələyə. Məsələnin ki, qəlb məsələsi olduğunu bilir. Yəni, bəzən məsələlər elmi müstəvidə təqdim olunur. İnsanlar gəlirlər öz elmi zəmində, elmi müzakirə zəminində məsələlərini təqdim edirlər. Biz də məsələnin elmi olduğunu düşünürük, əqli müstəvidə olduğunu düşünürük. Amma Quran burada məsələnin qəlbi müstəvidə dəyərləndirir. Deyir, burada məsələ qəlbidir. Bunların qəlblərində olanı Allah gözəl bilir. Qəlb məsələsidir. Və sən bundan nə etməlisən? Peyğəmbər şəxsiyyəti yenə önə çıxır. Bax, bayaqlar incə bir məqama toxundunuz. Onlar öz statuslarını Peyğəmbərin şəxsiyyətinin arxasında gizlədirdilər. Peyğəmbər şəxsiyyətinin arxasında gizlədirdilər. Və maraqlıdır ki, biz münafiqlərin halını necə biləcəyik?
münafiqlərin şəxsiyyətini necə biləcəyik? Burada da birinci bir məsələ var. Yəni burada münafiqlər barəsində danışıldı. Biz Quranda dəfələrlə görürük münafiq məsələsini. Biz peyğəmbər zamanında münafiqlərin olduğunu və tarix baxımından bilməliyikmi? Hədis baxımından bilməliyikmi? Peyğəmbər o şəxsləri tanıtdı. Hətta bəzi insanlar vardı, deyir ki, gələrdilər məscidə, münafiqlərin böyükləri gələrdilər məscidə, Peyğəmbərin arxasında namaz qılardılar. Düz Peyğəmbərin qəlbi arxasında namaz qılardılar və cəmaata deyirlər, gəlin, dəvət edirdilər insanları. Peyğəmbər şəxsiyyətinin arxasında gizlənirdilər onlar. İndi Peyğəmbər onlardan üst çevirsə nə olacaq? Peyğəmbər onlardan üst çevirsə bunların dayanacağı, tutunacağı ip qırılmış olur. İp qırılsa da Peyğəmbər onlara nə deyir? Sən onlara nəsihət elə. Və bəzən də bizim də dilimiz bu şəkildə olmalıdır. Nəsihət etmə şəklində olmalıdır. Bir mübəlliğ kimi ki, nəsihət et, üz çevir. Bu qədər bəs eləyir. Və sən olanı bəyan elə. Amma problemin çoxsunun qəlbi problem olduğunu da çatdırmalısan. İndi burada bir məsələ də var ki, Peyğəmbər zahirə, o biz deyirik ya, bir var ki, tənzil uğrunda Peyğəmbər döyüşüb və Peyğəmbər onların zahiri əsasında hökm verməyə məmur idi. Peyğəmbər münafiqlərlə açıq konfliktə girmirdi. Yəni, bu məsələdə var ki, Allah Teala istəmir ki, sən qaşıdıqca qaşıyasan, kiminsə münafiqliyini üzə çırpasan, yox. Zahirən müsəlmandılar. Yəni, sən hər bir halda böyüsən onlardan. İxtiyarın var. Moizə ilə, indi üst çevir. Üst çevir nədir? Bunun üzərində bir başqa cürdə danışmaq olar. Yəni, moizə et onlara və onlara bayaqları çox gözəl vurğuladınız ki, bəliğ söz Peyğəmbərin öhdəsinədir. Moizə etmək, vəz Peyğəmbərə aiddir. Və bunlar desən ki, ancaq Qurandır. Gərək sabit edəsən ki, onu sabit edə bilməyəcəksən. Çox gözəl. Və desən ki, yox, Qurandan aid bir şeydir, onda qəbul etməlisən ki, hüccətdir. Çox gözəl, incə ustad. Və təsiri də var ha, təsiri də var ha, qavlən bəliğə. Çünki Allah Teala nə deyir? Allahın əmri baliğdir. Bəli. Keçəndir, zəfər çalandır ya. Allah Teala da burada deyir ki, bu xüsusiyyəti də Peyğəmbərə verir. İndi mən Peyğəmbərdən bu xüsusiyyəti əxz eləmək istəyirəmsə, Qurandan da tapa bilmirəmsə, hara müraciət eləməliyəm? O bəliğ sözü tapım və bir növ mübəlliğ kimi o Peyğəmbər xüsusiyyətlərini əxz eləyim və o cür münasibət göstərim. Bu cür münasibət göstərdiyim zaman Qurandan əgər bu sözü, bu nümunələri, bu mıstaqları mən hardan tapacağam? Peyğəmbər sünnəsindən. Və bayaqları da bir məsələ, indi istəyirəm onu da bir məqamda toxunum. Çox gözəl məqama toxundunuz ki, münafiqlər barəsində ki, Peyğəmbər tənzil uğrunda vuruşurdu deyə münafiqlərin də cəmiyyətdə aşkar olunmamasını istəyirdi. Bəziləri deyirlər ki, hətta Peyğəmbər dövründə sahabələr vardı, gəlirdilər deyirlər ki, icazə ver onları öldürək. O şəxsləri öldürək, Peyğəmbər qoymurdu. Peyğəmbərimiz dəfələrlə əshabın içərisində 12 münafiq var, bunu dəfələrlə bəyan eləmişdi. Və hətta deməli, sahabələrdən biri Hüzeyfə ibn Yəmana da deməli, münafiqlərin adlarından sadalamışdı, amma heç kəsə bildirməməyi xahiş eləmişdi ki, bunların heç kəsə bildirməsin. Maraqlıdır. Niyə Peyğəmbər bunları bildirmirdi? Ki, bəziləri buna da iradı. Peyğəmbər dövründə məsələn, olmuyor, Peyğəmbər ancaq bir cəmiyyət olmayıb, Peyğəmbər elə gəlib cəmiyyətə, məsələn deyil, cəmiyyət formalaşdırmayıb, filan eləməyib, belə bir ifadələr buyururlar. Amma məhz o cəmiyyətin formalaşması üçün və o cəmiyyətin qorunması üçün Peyğəmbər münafiqləri bildirməməlidir. Çünki Peyğəmbər əgər İslam yox, iman ətrafında insanları yığsaydı,
ki, məsələn biz dəfələrlə görmüşük ki, hədislərdə gəlib ki, kim la ilahə illallah desə və peyğəmbərin şəhadət versə peyğəmbərin peyğəmbərliyinə, bu onun üçün artıq qalaya sığınmış olur. Maraqlıdır, peyğəmbər iman ətrafında yığsaydı nə qədər insan qalardı ətrafında. İslam cəmiyyət kimi formalaşa bilərdi. Biz sonradan o iman uğrunda olan vuruşlarda o cəmiyyətin necə saf çürüyü olduğunu gördük. Amma bu peyğəmbər zamanında olsaydı ki, çox önəmlidir. Tarixi aspektdən əgər biz bunu dövrədən çıxartsaq, biz desək ki, İslam tarixinə baxmayaq, İslam tarixini gəlin çıxardıq işin içərisindən, bu aspektdə Quranın çatdırdıqlarını, peyğəmbər sözlərini tarixi kontekstsiz başa düşə bilməyəcəyik. Amma tarixi kontekstdə baxıb görürük ki, bu zəmində, məsələn, 25 il məhz belə də davam eləməli idi. O cəmiyyət ta ki formalaşana qədər, ondan sonra da artıq başqa bir proseslər olmalı. Təşəkkür edirəm. Deməli, nəticə bu oldu ki, bir dəstə insan, müsəlman, yəni söhbət müsəlmandan gəlir ki, Allah Taala dedi ki, sən onları deyəndə ki, Allahın nazil etdiyinə və Rəsula, yəni gəlin doğru deyildir. Görərsən ki, münafiqlər səndən üz çevirdilər. Allah Taala demədi Allahın nazil etdiyindən üz çevirərlər. Yəni onların problemi səninlədir. Bu bir. Və sonra dedi ki, onlar görərlər ki, başları əlhəd daşına deydi, başlarına müsibət gəldi, gələrlər yanva, andaman edərlər ki, biz ancaq yaxşılıq etmək istəyirdik, uyğunluq yaratmaq istəyirdik. Və sonradan Peyğəmbərin də vəzifəsini dedi ki, belə insanlar o kəslərdir ki, Allah onların içlərində olan nə olduğunu bilir. Amma bu Allahla onların arasında olan məsələdə hesabını verəcəkdir. Amma sənin də vəzifən odur ki, onlardan üz çevir və onların özlərinə dair, onları moizə elə və özlərinə dair bəliğ sözdür, əməllərinin nəticəsini bildir. Yəni, bunlar zarafat deyil. Əziz Quran sevərlər, bu mövzumuzu tamamlayırıq. İnşallah özünüzdən müğayət olun.